Bildiğiniz kimi çobanlar qoyun sürülərini dağlarda vəhşi heyvanlardan qorunması için vəhşi itləri əhəlləşdirərək və vəhşi itlər də sahibinə sadiq olması üçün, yəni ömrü boyu bir qarın yeməyə və bitkə çörəkdən ötürü çobanlarına, sahibinə, yəni sadiq olur. Bəzən deyirlər ki, canavarlar itlərdən qorxur. Xeyr, canavar itlərdən qorxmur. Canavarlar əgər qoyun sürüsünə hücum edərsə, itlər səs salır və qoyun sürüsünün sahibi çoban əlinə silahı alaraq ateş açmağa başlayır. Yəni, canavar itin satqınçılığından, çobanın arxadan güllə ilə vurmasından xəyanət kimi baxdığı üçün həmin əraziyə, yəni it olan əraziyə yaxınlaşmır. Yəni, həyatda da belə insanlar var, bugün də var. Bitkə, çörəkdən ötürü öz millətini, vətənini, torpağını satan insanlar çoxdur. Yəni, it bilir ki, daimi ömrü boyu mən sahibinin yanında qalsam, bitkə çörək tapacam, olacaq. Amma canavarlar isə tarix boyu daimi belə desək, meşələr gəzər, dağlar gəzər və öz azadlıq rəmzində sadiq olaraq yaşamaya üstünlük verir. Çalışın, it xasiyyətdə olmayın. Çalışın ki, bu həyatda mərd olun. Kimlərəsə arxadan vurmayın, kimlərəsə şər atmayın, qırqdan atmayın. Və bu cümləni də bununla yekunlaşdırmaq istəyirəm. Bəzi üzdən iraqlar, üzr istəyirəm hamıdan, şərəfsizlər, biqiriyyət alçaqlar, namussuzlar, milləti bəlli olmayan, atası, nə bilim, soy kökü bəlli olmayanlar ərizə yazır. Bunun kəndi bir-birinə vurub, məni kənd cəmaatı ilə düşmən etməz. Mənim sözüm olanda vətəndaşın özünə deyirəm. Heç kəsdən nə çəkinəcəyim var, nə də qorxacağım. Mən sözü sahibinin özünə deyirəm. Tutub soruşuram. Mənim arxamca az iş çövür. Şərəfiniz, mənliyiniz olsun. Ayıbdır. Məni o həddə gətirməyin.